Yanacaq çatışmazlığının kəskinləşməsi fonunda sosial ixtişaşlar və xalq arasında narazılığın artmasından qorxuya düşən Kreml adi yanacaq doldurma məntəqələrinin mühafizəsinə belə təhlükəsizlik qüvvələrini cəlb etməyə məcbur olub. Bu barədə müharibənin öyrənilməsi institutu daxili mənbələrə istinadən məlumat yayıb. Analitiklərin məlumatına görə, 18 avqust 2026-cı ildən etibarən Rusiya diktatoru Vladimir Putin Moskva vilayətində və işğal altındakı Krımda ən azı 13 yanacaq doldurma məntəqəsinin patrul xidməti üçün Milli Qvardiyanın bölmələrini yerləşdirib. Bu tədbirlərin əsas məqsədi benzin satışına tətbiq edilən sərt məhdudiyyətlər fonunda vətəndaşlar arasında yaranan zorakılıq və kütləvi narazılığın qarşısını almaqdır. İnstitut qeyd edir ki, Rusiya Milli Qvardiyasının cəlb edilməsi Kremlin adi polis qüvvələrinin mümkün ixtişaşların miqyası ilə mübarizə apara biləcəyinə heç bir əminliyinin olmadığını göstərir. Eyni zamanda, hakimiyyət yanacaq böhranının uzun müddətli təhlükəyə çevrildiyini düşünür. Yanacaq doldurma məntəqələrində güc strukturlarının yerləşdirilməsi ilə yanaşı, Rusiya hakimiyyəti etirazların sərt şəkildə yatırılmasına hazırlıq məqsədilə qanunvericiliyi də təcili şəkildə dəyişir. Hökumət Komissiyası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən fiziki gücdən və odlu silahdan istifadə etməyə icazə verən qanun layihəsini təsdiqləyib. Kreml bu qərarı rəsmi olaraq Ukrayna dronlarından müdafiə tədbiri kimi təqdim etsə də, institutun analitikləri hesab edir ki, sənəd təhlükəsizlik qüvvələrinə kütləvi ixtişaşları silahlı güc tətbiq etməklə dağıtmaq üçün hüquqi əsas yaratmaq məqsədilə hazırlanıb. Mülki müdafiə haqqında qanuna dəyişikliklər rejimin ən böyük iki qorxusunun fonunda hazırlanır. Davamlı benzin çatışmazlığı və Putinin sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilərdən dərhal sonra həyata keçirməyi planlaşdırdığı mümkün məcburi səfərbərlik. Rusiya hakimiyyəti benzin ixracına tətbiq edilən məhdudiyyətləri uzadıb, lakin bu addım yanacaq çatışmazlığının yenidən dərinləşməsinin qarşısını ala bilməyib. Yanacaq böhranı fonunda Moskva xaricdən, o cümlədən Asiya ölkələrindən və Yaxın Şərqdən əlavə neft məhsulları həcmi əldə etməyə də məcbur olur. Rusiyada benzin çatışmazlığı ilə bağlı problemlər artıq bir neçə aydır müşahidə edilir. Yeni çatışmazlıq dalğası mayın sonunda ortaya çıxmağa başlayıb. Həmin vaxt yanacaq satışına tətbiq edilən məhdudiyyətlər Rusiyanın ən böyük şəhərlərinə belə yayılmağa başlayıb. Rusiya mətbuatının Debenz mobil tətbiqinə istinadən yaydığı məlumatlara görə, 18 avqustda ölkə üzrə yanacağın yalnız təxminən 28% yanacaq doldurma məntəqəsində mövcud olduğu bildirilirdi. Cəmi bir həftə əvvəl bu göstərici təxminən 41% təşkil edirdi. Beləliklə, qısa müddət ərzində yanacağın əlçatanlığı əhəmiyyətli dərəcədə azalıb. Rusiyanın bir sıra bölgələrində, o cümlədən Ukraynanın uzaq mənzilli zərbələrinin nəticələri ilə mütəmadi üzləşən ərazilərdə də problemlər qeydə alınır. Benzinin əlçatanlığının azalması Moskva, Volqograd, Çelyabinsk, Orenburg, Voronej, Samara, Penza, Saratov, Lipetsk və Rostov vilayətlərində, eləcə də Tataristanda müşahidə olunub. Problemlər Moskva vilayətinə də təsir edib. Gazprom Neft Moskvanın bəzi yanacaq doldurma məntəqələrində benzin həcminə məhdudiyyət tətbiq edildiyini təsdiqləyib. Şirkət təchizatın artırılması üçün tədbirlər gördüyünü açıqlayıb. İnstitutun analitiklərinin fikrincə, vəziyyət həm də ona görə diqqət çəkəndir ki, Rusiya rəhbərliyi uzun müddətdir ölkənin qərb hissəsində yerləşən iri şəhərlərin əhalisini müharibənin birbaşa nəticələrindən qorumağa çalışır. Yanacaq çatışmazlığının Moskvaya qədər yayılması göstərir ki, hakimiyyətin neft infrastrukturuna endirilən zərbələrin nəticələrini kompensasiya etmək imkanları getdikcə məhdudlaşır.